Net interfeysinin Page Layout tabının köməyi ilə yerinə yetirilən əməliyyatı müəyyən edin. Excel proqramına aid sual görürük. Birinci, iş vərəqindən eyni olan sətirlərin silinməsi. Bu Page Layout tabında deyil, data tabındadır. Qeyd edilən əmrə baxaq. Data tabının içərisində Data Tools qrupu var və bu qrupun daxilində Remove Duplicates əmri var ki, bu vərəqin içərisində eyni olan sətirlərin silinməsini təmin edir. İkinciyə baxaq. İş kitabının gizlədilməsi. İş kitabını gizlətmək üçün biz daxil olacağıq View tabına. View tabının daxilində Window qrupu var və burada Hide Window əmri var və biz bunun vasitəsilə iş kitabını bütövlükdə gizlədə bilərik. Bu, iş kitabının gizlədilməsidir. Daha sonra işçi sahənin çap miqyasının tənzimlənməsi. Bəli, bu Page Layout tabındadır. Ümumiyyətlə, çapla bağlı olan əməliyyatları biz Page Layout tabından həyata keçirə bilərik. Page Layout tabının içərisində Scale to Fit qrupu var. Biz buradan çap miqyasını tənzimləyə bilərik. Daha sonra iş vərəqinin fonuna təsvirlərin əlavə olunması. Bəli, biz bunu da Page Layout tabından edə bilərik. Page Layout tabının içərisində Page Setup qrupu var və burada Background əmri var ki, bununla arxa fon üçün müəyyən təsvirlər əlavə etmək olar. Daha sonra iş vərəqinin birinci səhifəsinin sər lövhəsinin müxtəlif olması. Bəli, biz bunu da Page Layout tabından edə bilərik. Page Layout tabının içərisində Page Setup'ın dialoq pəncərəsini açmaqla, dialoq pəncərədə Header Footer bölməsinə keçməklə biz kalan titulları bir-birindən həm tək və cüt səhifələrdə fərqləndirə bilərik, həm də ilk səhifədə olan kalan titulu digər səhifələrdən fərqli edə bilərik. Digəri, iş vərəqində seçilmiş sütun və ya sətirlərin qruplaşdırılması. Bunu data tabından etmək olar. Data tabının içərisində Outline qrupu var və burada qrup əmri var ki, bu sətir və ya sütunların qruplaşdırılmasını təmin edir. Bizdən Page Layout tabında olan əməliyyatları müəyyən etməyi soruşur. Doğru cavab olacaq 3, 4, 5.